Vətən müqəddəsdir. Onu qoruyanlar isə unudulmaz. Onlar canlarını torpağa tapşırdılar ki, bugün biz azad və firavan yaşayaq. Bugün isə biz Bərdə rayondayıq. Xalqımızın fəxri olan növbəti qəhrəmanlarımızın hekayəsini sizlərə təqdim edirik. Bugün biz Bərdə rayon Cərli kəndində bir şəhid evinin qonağıyıq. Şəhidimiz, qəhrəmanımız Ədilov Seyidin evindəyik. Yəni bir oğul kimi də Seyid o qədər gözəl övlad idi ki, yəni bugün o şəhid olduğu üçün demirəm. Yəni həqiqətən də onun evdə ana ilə, ata ilə, bacı ilə, yəni bütün qohum, əqrəba, ellə, dayıtuşla, tanıdığı insanlarla elədiyi rəftar, onun nəticəsində də Seyid belə yetişdi. Yetişdi, böyüdü. Mən birdən də sual verirəm ki, birdən belə nə tez böyüdü. Mən onun böyüməyini də mənə bir möcüzə kimi gəldi. Yəni birdən belə oğlum böyüdü, yaşadı, 25 yaşına bütün dünyanı sığdırdı o. Elə bir niyyətlə, elə bir istəklə getmişdi ki, o döyüşə. Yəni həmişə bir ana kimi mənə təsəllisi olurdu ki, ana mən döyüşdə deyiləm, narahat olma. Biz elə biraz arxadayıq, biraz yardım edirik, kömək edirik, amma biz döyüşə getmirik. Mənə təsəlli vermək üçün. Onu mən sonralardan onun döyüş yoldaşlarının danışanda dedim ki, bildim ki, o müharibənin ilk günündən döyüşdə olur, döyüşdə iştirak edir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, onların ruhu qarşısında baş əyirik. Bugün hər bir Azərbaycan vətəndaşı, istər ana, istər ata, kimliyindən asılı olmayaraq hər birimiz onlara borçluyuq. Öz şirin canlarından, öz gəncliklərindən, arzularından keçərək vətən sevgisi ilə, vətən eşqi ilə bütün Azərbaycanla, bütün milləti yaşatdılar. Bütün milləti gözəl firavan günlərə çıxardılar. Bugün Qarabağ azaddır. Bugün Ali Başkomandanımızın səyi nəticəsində, ordumuzun gücü qüvvəti nəticəsində, şəhidlərimizin, qazilərimizin əməyinin sayəsində, canlarının, qanlarının sayəsində bugün Qarabağ azaddır. Qarabağ torpağı bütövdür, Azərbaycan torpağı bütövdür. Yəni bütün hər yerdə alnımız açıq, üzümüz ağdır. Yəni belə igid oğlanların sayəsində, Seyidin simasında bütün şəhidlərimizin, qazilərimizin əməyi sayəsindədir. Yəni Seyid təkcə evdən getmədi, Seyid ildən getdi. Yəni təkcə sizin övladınız deyil, bütün Azərbaycan xalqının fəxridir. Çəkiliş qrupumuzun növbəti şəhid evi Bərdə rayonunun Cərli kəndində şəhid Şahmuraz Ümbədzadənin evidir. Şəhidlər bizim vətənin fədailəridir. Yəni şəhid dedikdə özünüz bilirsiniz ki, ana, şəhidlik zirvəsi çox ağır zirvədir və ən yüksək şərəfli zirvədir. Oğlunuzu orada görmək doğrudan da bütün cəmi şəhidlərimizi həm qürur vericidir, həm də ki, çox həssas yerimiz, çox ağırlı yerimizdir. Amma yenə də şəhidlər hər zaman Azərbaycan xalqının qəlbindədir və gələcək nəsillərimiz üçün bir örnək olaraq ona görə biz çəkilişlər aparırıq ki, şəhidlərimiz heç zaman yaddan çıxmasınlar. Biz analara, biz atalara, kızım ayrı heç nə lazım deyil. Ancaq bizə qayğı lazımdır. Bax, o qayğı ki, bu balalar yaddan çıxmasın.
Çok sağ olun ki siz de gelmişsiniz. Yaddan çıxartmırsınız. Bizim üçün bax odur fəxr. Biz onda fəxr edirik ki, balamız torpaq uğrunda, xalqın uğrunda getməyisinə baxmayaraq onlar yaddan çıxmırlar. Nə qədər uca zirvə olsa da qadının bir o qədər ağırdır. Bala itkisi çox çətindir. Belə o nə qədər ağır dağ olsa da o dərdə dözə bilməz. Bir o qədər ağır dərddir. Biz analara ayrı heç nə lazım deyil həyatda. Bir o lazımdır ki, balalarımız unudulmasın, yaddan çıxmasın. Şahmuraz o qədər gözəl, o qədər mehriban uşağı idi ki, qadanam. İstəməzdi ki, kiminsə bir qarışqasını, bir toyuğuna daş ata. Elə bir, bu kəndə düşüb onu soruşsan, deyəcək ki, hə, Şahmuraz çox gözəl uşaq idi. İndi balam da deyinə demirəm. Yox, Allah haqqı, elə bir ki, nə bilim, bir imam kimi uşaq idi. Bax, elə bir uşaq idi. İnanırsınız, bir günləri mənim görüntülü telefonum yoxdur. Qohum adam var, qaynım kızı. Dedi ki, Bibi Şahmuraz bir mahnı qoy telefonda. Ana, mən şəhid olmuşam, ağlama. Heç onda hələ müharibə zadı yox idi. Allah haqqı. Gətirdi, bana göstərdi, həmən mahnını, özünü qoy, həmən mahnını qoy. Ona zəng elədim, ağladım ki, o nə mahnıdır qoymuşam, maman qurban. Və sən demişsən, maman dəli olar, çöllərə düşər. Ay mama, mahnı dana qoymuşam. Uşaq hiss edibdir. Amma Polad Həşimov şəhid olandan sonra elə bir o uşaqların hamısına elə bir güc gəldi, Ruh qürrə gəldi. yüksəliklər oldu. Hə, deyirdi ki, mama, bax, görsən, Polad Həşimov kimi generalımız şəhid olur. Bax, özünün adı haqqı qayıtdı ki, kaşlar da şəhid olardı. Dedim ki, o söz demə, Şahmuraz. Biz sənlə nəfəs alırıq, ey qadınlar. Bəs bizim həyatımız, ay baba, söz dana deyirəm. İndi qızım, çox sağ olun. Hər kim ki gəlib bu uşaqları yada salır. Bunlardan ötürü əziyyət çəkir. Bax, onda biz elə bil ki, həyatda yaşayırıq. Amma indi yaşamırıq biz. Sadəcə olaraq gözümüz baxır qadınlar. Gecədə mən neçə dəfə çıxıram çölə. Çağırıram. Görürəm, bir şey verək yoxdur. Bir də kör peşman gəlirəm. Otururam, fikirləşirəm. Getdikcə də laf dərinləşir qızım bu dərd. Bayaqdan elə bir ümidim var idi ki, baxsa qayıdacaq, amma indi ümidim gəzmir. Deyirəm, bir Şahmurazı görməyəcək. Bülbül bağım şanlar, yasemenler aşağıda. Bülbül bağım şanlar, akıyanda nəğmemi, hatırlayarsan beni. Akıyanda nəğmemi. Ana, bizim 102 Xəbər İnfo və İnforum Xəbər TV olaraq bizim rəhbərimiz Azər Xudayaroğlu özü də şəhid qardaşıdır. Ona görə o şəhid anaları, şəhid atalarının yanğısını, onun dərdini çox hiss edir. Çünki o sizə yaxın olan bir insandır. Ona görə bir şəhid qardaşı kimi onun əqidəsi, amalı, ən böyük, ən birinci odur ki, biz işçilər hansı bölgələrdə oluruqsa olaq, ilk növbədə şəhid ailələrinin, qazilərin ailələri ilə görüşmək və onları haqqında məlumatlar toplamaqdır. Yəni bizim amalımız budur ana. Şəhidləri tanıtmaq və elə etmək lazımdır ki, onlar heç zaman unudulmasın. Bu bizim 102 Xəbərin rəhbərinin amalıdır.
Çox sağ olun qadınam. Azər müəllimə də çox sağ olun deyirəm. O bilir, o yanğını o da görür, o da çəkir bir qardaş kimi. Biz valideyn kimi çəkiriksə, o da qardaş kimi. Şahmurazın bacıları da mənlə bərabər yanırlar. Qadınam. Elə bil ki, sanki onlar o 6 ildə 60 ildir qoşalıblar. Hamısı. Adicə o körpə uşaqlar bacısının balaları, onlar da inanırsınız, televizorda mı, telefonda mı, biz konsertdə bir mahnıya qulaq asmırıq. 6 ildir biz toy evinə getmirik. Babamın tabutu bu qapıya gələndə bizim toyumuzda qutarıb qadın. Salam Üskü Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Növbəti bizim şəhid evimiz Çavuş Qəribzadə Fəxrinin evidir. İndi isə onun anası ilə yaxından tanışılaq. Buyurun ana, özünüzü təqdim edin. Qərdəman Mehparə Süleyman qızı, şəhid Fəxri Qəribzadənin anasıyam. Xoş gəlmisiniz. Çox sağ olun. Çox xoş gördük sizi. Çox sağ olun. Ana, şəhidimiz necə övlad olub? Necə uşaqlığı bizə çox maraqlıdır. Çünki əgər şəhidimiz şəhid olubsa, ən uca zirvələrə qalxıbsa, deməli onun vətənə məhəbbəti sizdən irəli gəlir. Yəni anaya olan məhəbbət vətənə olan məhəbbətlə eyni tutulur. Buyurun, bununla bağlı nə deyə bilərsiniz? Böyük bacısı Türkanə və Fəxri Qəribzadə iki bacı qardaş olurlar, çox səmimi olurlar. Onları oturub tərbiyə eləməyə, onlara nəyisə başa salmağa mənim vaxtım olmurdu. Onları tək saxladığım üçün həm evin kişi, həm qadın yükünü çəkmişəm. Onları özləri bir-birində tərbiyə eləyiblər belə deyək. Amma Fəxrinin uşaqlıqdan sualları çox olurdu. Dərsə gedib gəldikdən sonra başlayırdı. Qocalı necə oldu? İlk sualı Göndər Heydər Əliyevdən oldu. İlk dərsə getdiyi günlərdən ondan danışdım. Ondan sonra böyüdükcə internet vasitəsilə, nə bilim, Xocalıdan, 20 yanvar hadisələrindən hər dəfə də Xocalı soyqırımında qərəm qaldırardı. 20 yanvarda qərəm qaldırardı. Suraxanı rayonunda Əmi Məmmədov adına 101 saylı məktəbdən gedirdi. Gedirdilər Yeni Suraxanı qəsəbəsinin baş tərəfində Xocalı abidəsi vardı. Ora gül qoyurlar, gəlirlər, suallar başlayırdı. Necə oldu, niyə oldu, nətər oldu? O qədər suallar verirdi ki, demək olar ki, heç nəyə vaxtım çatmasa da onun Qarabağ haqqında verdiyi sualların hamısına cavab verməyə özümə borc verirdim. Bir Qarabağlı qız olaraq. Mənim də atam Şuşanın Zarısı kəndindəndir. Hələ də bugün xarabalıqdır. İnşallah Cənab Prezidentimiz də oranı da abadlaşdırar, gözəlləşdirər. Allah mənfur düşmənə lənət eləsin ki, o cür Gülistanı, cənnəti cəhənnəmə döndərdi. Amma bugün şəhidlərimizin qanı, qazilərimizin canı və Cənab başçımızın, Cənab Prezidentimizin diqqətində və onun dəmir yumruğu sayəsində o torpaqlar artıq azaddır və bilirəm ki, yenə də əvvəlki Gülistana dönəcəkdir. Qayıdaq əvvələ ki, yəni Fəxri 6 yaşından idmana getdi, idmanı sevirdi. Biraz qırıqdır, biraz küskündür. Gözünü açanda evdə kişi, ata, hər bir uşaq atada, anada tam ailə hissiyar olmadığından ailənin ağır yükünün onun içində olduğunu hiss edir, kişiləşməyə başladı. Heç vaxt üzü gülməzdi. Yəni bir dənə onun sevgisi, bir bacısı ilə bilməkdim. Özü dediyi kimi, bu da qərib ölkədə, qərib şəhərdə, yəni Bakıda. Mənim qan qohumum, bir bacımdır, bir sən ana. Yəni siz, bizdən başqa bizim kimsəmiz yox, belə qoydu Allahımız var. Təbii ki, dövlətimiz var, bu bambaşqa, amma uşaq ağından dediyi ki, yəni bizim qan qohumlarımız bizi bir-birimizə möhkəm bağlanmışdı. Mən işə gedərdim, işdən gələrdim, onlar bir-birini o qədər dərsdə, ondan sonra başqa məşğələlərdə bacı qardaş bir-birini o qədər sıx bağlamışlar ki, bu gündə yəni mənim fərqim şəhid olandan sonra qızım özünü hələ də toparlaya bilmirdi.